Tələbəmiz təzə gəlib dərsə, ikinci dərsidir. Yəni təzə başlayıb, hələ bir 3 ay bizimdədir. İndi hal-hazırda plata vermişəm, yəni qaralama işidir, mikrosxemaları çıxardır, təzədən yerləşdirir yerinə, sadəcə əlini öyrəşdirir. Yavaş-yavaş öyrənir, bu ikinci dərsə görə yaxşıdır. Bugün tələbələrimizə mikrosxemada necə ayaq yığmağını öyrədirəm. Mikrosxemalar elə bir ki, çıxardanda ayaqlar tərpənəndə orada elə bəzi ayaqlar qırılır, ya olmur ehtimal, ya sürüşür, çıxır yerindən. Ona görə ayaq yığmağı öyrədirəm. İndi hal-hazırda mikrosxemada iş görülür. Mikrosxema sonradan plataya qoyulacaq. Ayaq yığdıq. İndi mikrosxemanın üstündəki elə bir ki, təmizlənir üstü. Təmizlənəndən sonra mikrosxema çıxardılır. Samsung A12 platasına yığılacaq. Plataya yığılmamışdan qabaq filios vururuq az. Mikrosxemanın nöqtəsinə, ayağına diqqət edirik, səhv salmayaq, hansı tərəfə baxdığını. Həmən mikrosxemanı telefonu Samsung A12'ye oturtturacaq.